Aysu, buyurun, siz efirdəsiniz. Hər vaxtınız xeyirli olsun Aysu. Salam, hər vaxtın xeyir günü, salam Anar. Sizin də qeyd elədiyiniz kimi, ayın 8-dən etibarən hər il olduğu kimi, yəni müxtəlif vaxtlarda təşkil olunan bayram qabağı kənddən şəhərə yarmarkası öz işinə hazırda qaldığı yerdən davam edir. 3 günü davam edən bu yarmarka bugün də öz alıcılarını qarşılayır. Bizə burayla bağlı ümumiyyətlə yarmarka nə vaxta qədər davam eləyəcək? Bundan başqa burada qiymətlər hansı cür tənzimlənir və neçə fermer bu il öz məhsullarını bayram qabağı satışa çıxardı? Bununla bağlı bizə daha ətraflı məlumatı Aqrar, Təchizat və Tədarük Açıq Səhmdar Cəmiyyətinin rəsmisi Nilüfər Mustafa qızı çatdıracaq. Salam Nilüfər xanım. Suallarımı mən qeyd elədiyim əlavə olaraq bir məsələ bizim diqqətimizi çəkdi ki, bazara girən kimi bizi məlumat növbəsi qarşılayır. Ümumiyyətlə, burada məqsəd nədir? Bundan başqa bu il bəs bazar nə vaxta qədər davam eləyəcək? Buna bağlı ətraflı məlumatı sizdən eşidim. Təşəkkür edirəm, xoş gəlmişsiniz deyirəm. Bəli, məlumat lövhəsində mütəmadi olaraq stabil qiymətlər öz əksini tapır. Bunun səbəbi təbii ki, süni qiymət artışının qarşısını almaqdır. Qiymətlərin tənzimlənməsi bizim hər gün müntəzəm olaraq işçi qrupumuz tərəfindən bazar araşdırması, monitorinqlər həyata keçirilir və fermerlərə tövsiyə xarakterli qiymətlər təqdim olunur. Yarmarkamızda fermerlərimiz ödənişsiz olaraq piştaxtalarla, yerlə və tərəzilərlə təmin olunduqları üçün onlar da onlara uyğun olan, münasib olan daha bazar qiyməti ilə müqayisədə daha münasib qiyməti alıcılara təqdim edə bilirlər. Qeyd etmək istəyirəm ki, məhsulların keyfiyyəti ilə bağlı əgər alıcılarımız hər hansı bir məsələ narahat edərsə, Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyası yarmarka boyunca, yəni mart ayının 19-na qədər hər gün yarmarkamızın qarşısında fəaliyyət göstərəcək. Onların hər hansı bir sualı olacağı təqdirdə həm laboratoriyaya, həm də Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin çağrı mərkəzinə mütəmadi olaraq bu barədə xəbər verə bilərlər, məlumat verə bilərlər. Nilüfər xanım, bəs səhər saat neçədən axşam saat neçəyə qədər bura açıq olur? Mart ayının 19-na qədər hər gün fasiləsiz olaraq yarmarkamız hər saat 9-dan axşam saat 7-yə qədər alıcıları gözləyir. Yerinizi də qeyd etmək istəyirəm, Atatürk Parkının içərisindədir. Yarmarkamız, çadırımız Gənclik metrosunun üzbəyiz. Çox sağ olun, təşəkkür edirəm ətraflı məlumat üçün. Anar, Günel, bizim sizə bayram qabağı təşkil olunan kənddən şəhərə yarmarkasından çatdırmaq istədiyim informasiyalar bu qədər idi. Buyurun, sözü yenidən xəbər mərkəzinə ötürürəm. Aysu, biz də həm sizə, həm də müsahibinizə təşəkkür edirik.